Bürclər 9 fevral üçün nə deyir? Bəyənməyi və kanala abunə olmağı unutmayın. Qoç bürcü. Sözlərinizin məzmunu və uyğunluğu həlledici olacaq. Tələsməyin, 2 dəfə düşünün. Hər cür həddindən artıqlıqdan çəkinilməlidir. Həyat tərzinizə dair vərdişlərinizi nəzərdən keçirmək vaxtıdır. Əhval-ruhiyyə. Optimizminizlə yenidən əlaqə qurursunuz və bugün cəsarətiniz çatışmır. Sizi müxtəlif fəaliyyətlərinizdə heç kim dayandıra bilməz. Bununla bərabər həddi aşmayın və bəzən həlledici ola biləcək detallara diqqət yetirməyi unutmayın. Sevgi həyatı. Dostluq dairənizi müntəzəm olaraq ziyarət edin. Çünki o, içində miras qala biləcəyi bəzi xəzinələri gizlədə bilər. İstədiyiniz hər kəsi cəlb etmək üçün bütün vasitələr əlindədir və səmə sizi bəlağətli, parlaq və inandırıcı edir. Evli olanlar. Səmə sizə uğur gətirir. Gözəl bir özgüvənlə dolusunuz. Bu da parlaq nəticələr əldə etməyə imkan verir. Mübadilələr, xüsusilə tərəfdaşınızla olanlar, yeni fikirlər və paylaşılmış layihələrlə dolu olduğu üçün daha zənginləşir. Subaylar. Əgər təksinizsə, səmə egzotik görüşləri və ya misli görülməmiş xəyalların yaranmasına səbəb olan böyük səyahətləri üstün tutur. Siz daha çox fərqli bir şey istəyirsiniz və şübhəsiz ki, bu faydalı əlamətlərdən kənara çıxmaq üçün istifadə etməlisiniz. Pul axını. Bugün böyük səhvlər sizi həqiqətən cəlb etməsə də, mənafeyiniz üçün uyğun mübahisə etməyi və maliyyələrinizi proqnozlarınızda məmnunedici bir balansda sabitləşdirməyi biləcəksiniz. Yeni üfüqlər ümidvericidir. Bu, xoş xəbərdir. İş həyatı. Gündən-günə peşəkar gələcəyiniz aydınlaşır. Siz yaradıcı dövrdəsiniz. Biliklərinizi istifadə etmək məqsədi ilə yaxşı fikirləri mənimseyirsiniz. Bu, yaxşı işləməlidir. Dairəniz etibarlıdır. Asudə vaxtı. Siz yüksəlmək və işinizə daha böyük miqyas vermək istəyirsiniz. Səmə sizi qaçmağa və egzotik səyahətlərə dəvət edir. Niyə gündəlik həyatın yükündən uzaq, başqa bir yerə getmək fürsətindən istifadə etməyəsiniz? Buğa bürcə. Enerjiniz və mübarizə ruhunuz yolunuzu klater edən praktik problemləri həll etməyə imkan verəcək. Fiziki vəziyyətiniz yenidən yüksəlişdədir və pis bir vərdişdən qurtulmaq sizin üçün daha asan olacaq. Əhval-ruhiyyəsi. Sakitliyinizi qorumaq lazımdır. Havada ziddiyyət var. Səbirli olun, düzgün arqumentləri tapmaq və danışıq bacarıqlarınızı genişləndirmək üçün bir addım geri çəkilin. Qorxmadan instinktinizi izləyin. Sevgi həyatı. Çox əsəbi olduğunuz üçün müəyyən vəziyyətlərdə təhlükəsizlik hissi duya bilərsiniz. Ay hərəkətlidir, sizə böyük dəyişikliklərdən qorxmağa səbəb olur. Özünüz üçün lazımsız narahatlıqlar yaratmayın. Sizin orta səviyyədən yuxarı uyğunlaşma qabiliyyətiniz var. Evli olanlar. Əgər köçmək və ya həyat tərzinizi dəyişmək istəyirsinizsə, ay sizi həvəsləndirə və dəstəkləyə bilər. Amma əvvəlcə məsələni bütün imkanları nəzərə alaraq diqqətlə nəzərdən keçirin. Səbirsizlik və ya tələsik qərar qəbul etməyin önünə keçməsinə imkan verməyin. Subaylar. Əgər bir neçə təklif, peşəkar və ya duyğusal sizə təqdim olunursa, bu hadisələrin təbii gedişidir. Ay sizin üçün imkanlar açır və çox seçim imkanları ilə qarşılaşa bilərsiniz. Ulduzların yandırdığı fişəklərlə başınızı çevirməyin. Pul axışı. Maliyyə ilə bağlı ümumi görmə bacarığınız hətta görünməsə də arzulanan səviyyədə deyil. Böyük balanslardan çox detallara diqqət yetirin. Pul kisənizi sıxın və yeni bir idarə etmə üslubu qəbul edin. İş həyatı. Siz həvəslə dolusunuz. Mübadilələriniz təzə və spontandır. Maqnitli bir cazibəyə sahibsiniz ki, onunla asanlıqla dəstək qazanırsınız. Həvəsli və diqqətli olaraq, qorxmadan və ittihamsız işlərinizin uğuruna doğru irəliləyirsiniz. Asudə vaxtı. Bütün maniyələrə baxmayaraq, formada qalmaq üçün həyəcanlı layihələrinizə diqqət yetirin. Onlar üfüqlərinizi biraz söndürə biləcək çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək.
Bəzi tələsmələr mühiti soyuda və müdafiənizi zəiflədə bilər. Əkizlər bürcü. Həyat sizi təzyiq altına alır və vaxtınızı boş yerə sərf etməyi dayandırmağınız lazım olduğunu başa düşürsünüz. Peşəkar və sosial həyatınızda daxil olmaqla bir çox dəyişiklik yaşayırsınız və həyatınızda yeni sağlam təməllər qurmaq üçün sizin müdaxiləniz zəruridir. Əhval-ruhiyyəsi. Komanda ruhunuz müsbət bir istiqamət saxlamaqda sizə kömək edəcək. Nəticədə özünüzü tamamilə çoxsaylı vəzifələrinizə həsr edir və həmkarlarınızı sizi izləməyə həvəsləndirirsiniz. Özünüzü faydalı hiss edirsiniz və bu sizə yaxşı uyğun gəlir. Sevgi həyatı. Ehtiyat fundamentaldır. Romantik münasibətlərinizdən asılı olmayaraq, heç nəyi verilmiş kimi qəbul etməyin və hisslərinizin dəyişə biləcəyi, yarana biləcəyi və ya sönə biləcəyi gözlənilmədik vəziyyətlər yaşamağa hazır olun. Pul axışı. Özünüzə kiçik bir zövq icazə verirsiniz və bəlkə də lazım olandan daha çox xərcləyirsiniz. İnsanlar sizə qarşı səxavətlidir və bəziləri üçün onları dəvət edərək və ya hədiyyə verərək təşəkkür etmək istəyirsiniz. İş həyatı. Bugün işdə layihələriniz yenidən yüksəlişdədir və məqsədinizə çatmaq üçün heç bir səydən çəkinmirsiniz. Müharibəyə getməkdənsə sakit qalmaq daha yaxşıdır. Kritiklərinizə arxa çevirərək daha cəsurca yenidən yola düşürsünüz. Onlar uzaqda izləyir. Asudə vaxtı. Bəlkə də tətilə gedərdiniz. Yelkən açmaqdan və birlikdə uzaq məqsədlərə doğru yola düşməkdən çəkinməyin. Sülhü və xüsusilə axtardığınız mənzərə dəyişikliyini tapacaqsınız. Xərçəng bürcü. Etdiyiniz bir səhvi düzəltmək fürsətiniz olacaq. Doğru istiqamətdə irəliləyirsiniz. Həyati enerjiniz artır, onu ən yaxşı şəkildə itirilmiş yuxunu əvəz edərək qoruyacaqsınız. Bunu unutmayın. Əhval-ruhiyyəsi. Boş-boş gəzmək üçün vaxtınız yoxdur. Tez və ən başlıcası dəqiqliklə hərəkət etməlisiniz. Öhdəliklərinizi üzərinizə götürməkdən çəkinmirsiniz, amma müəyyən bir narahatlıq inkişaf etdirirsiniz. Sakit başınızı saxlayın. Bununla öhdəsindən gələcəksiniz. Sevgi həyatı. Siz ürəklər fəth etməyə və ya birini saxlamağa hazırsınız. Böyük macəra əlinizin altındadır və zövqünüzdən çəkinməməyiniz məsləhət görülür. Əlaqələrinizi dərinləşdirə və ya bir vaxtlar sizi əsəbləşdirən məhdudiyyətləri qəbul edə biləcəksiniz. Evli olanlar. Kasıb bədəniniz barədə demək olar ki, düşünmürsünüz. Amma xoşbəxtlikdən enerji çatışmır. Səmə sizə zərər vermir və ehtiyatlarınız praktiki olaraq toxumadır. Siz və tərəfdaşınız özünüzə bənzəyən bir dünya qurursunuz. Subaylar. Əgər həyatınızı yaşamaq üçün özünüzü azad etməyi və ya heç olmasa biraz muxtariyyət qazanmağı arzuluyursunuzsa, indi özünüzü ifadə etmək vaxtıdır. Gözəl təşəbbüslər sizi sevdiklərinizlə ahəngdə yaşamağa və küskünləri barışdırmağa imkan verəcək. Pul axışı. Sizin inandırmaq bacarığınız var və bunu bankirinizlə etməlisiniz. Asanlıqla kredit alacaqsınız. Əgər əvvəllər maliyyə vəziyyətiniz xərclərinizi yaxından izləməyinizi tələb edirdisə, indi bu artıq belə deyil. İş həyatı. Həmkarlarınız və əlaqələriniz layihələrinizi həyata keçirmək üçün lazımı güc və qərarətə sahib olduğunuza inanırlar. Onları yalançı çıxartmayın və şərtsiz dəstəklərindən öz fiqurlarınızı irəlilətmək və sosial şahmat taxtasında öz yerinizi almaq üçün istifadə edin. Asudə vaxtı. Siz hekayə danışmaq incəsənətini və bədii əsərlərlə qidalanmaq marağını yenidən kəşf edirsiniz. Eyni anda bir neçə həyat yaşadığınız və rəngarəng personajlarla tanış olduğunuz hissinə qapılırsınız. Şir bürcü. Danışma şəkliniz ətrafınızdakıları narahat edir. Aydın və birbaşa olun və hər şey yaxşı gedəcək. Siz həddən artıq çox şey etməyə meyillisiniz. Bugün təsadüfi zədələrdən ehtiyat edin. Səylər sizi dayandırmayacaq.
Əhval-ruhiyyəsi. Bugün sağlam həyat tərzini qəbul etməyiniz və sizi yoran zehni gimnastikanızı mülayimləşdirməyiniz tövsiyə olunur. Mümkün olduğu qədər tez-tez təzə hava alın, sağlam qidalanın və bütün gün boyu əylənməyi düşünün. Sevgi həyatı. Siz şübhəsiz ki, gündəlik həyatdan qaçmaq üçün yaxşı bir yol axtarırsınız. Sevdiklərinizin fikirləri var, sadəcə onları izləməlisiniz. Hər halda proqramda təndirəslik, yaxınlıq və sadiqlik olacaq. Evli olanlar. Sədaqət tez-tez sevgiləriniz barədə danışarkən gündəmə gəlir. Siz sadiq bir insansınız və tərəfdaşınızın sizdən sir saxlamasına dözmürsünüz. Dərhal ən pisi barədə düşünürsünüz. Bəlkə də bütün bu sir sizə hədiyyə ilə sürpriz etmək üçündür. Sübaylar. Kiminsə sizə şirin baxışı yetişən kimi coşursunuz. Vəhşi bir inanc etmək istəyi sizi bürüyür ki, bu düzgün insandır. Planlar qurursunuz, strategiyalar hazırlayırsınız. Hər şeyin tələsmədən öz təbii axınında getməsinə icazə verin. Pul axışı. Gün qardaşlıq mühiti, mübadilələr və yaxşı yumorla işarələnir. Siz dəvətlərə, görüşlərə, çıxışlara, səyahətlərə və kəşflərə arxalana bilərsiniz. Maliyyə cəhətdən nəticələr əldə edirsiniz və əməliyyatlar üstün tutulur. İş həyatı. Sizin nə xarizmanız, nə də nüfuz saxlamaq üçün arqumentləriniz çatışmır. Amma əgər bunu düzgün şəkildə ifadə etməsəniz, peşman olmaq riski daşıyırsınız. Çünki məşhur olmayacaqsınız və arzulanan effektlərə nail olmayacaqsınız. Asudə vaxtı. Əhvalınıza nəzarət edin. Saxlanmaq üçün biraz həddən artıq enerjiniz var. İşinizdə amansızsınız, hərəkətlərinizdə inadkarsınız və qazanca həvəsli. Həyatın zövqlərindən həzz almaq ehtiyacını bəzən həddən artıq şəkildə hiss edirsiniz. Qız bürcü. Siz hərəkətlərinizlə yeni bir tarazlığın təməllərini qoyursunuz. Proqram yüklüdür. Əvvəldən başlayın. Səbirli olun və məqsədlərinizə çatacaqsınız. Fəth etmək və ya qurmaq eyni mübarizə olacaq. Əhval-ruhiyyə. Həqiqi mənası olmayan konvensiyalar tərəfindən saxlanılmağa dair heç bir sual yoxdur. Düşüncələriniz bugün yaxın dairənizlə daha sərbəstdir. Ürəyinizdə olanı söyləmək vaxtıdır. Sevgi həyatı. Siz hazırlanmış planlar qurur və bu mövzuda ehtiyasla ünsiyyət qurursunuz. Bəlağətiniz və öhdəliklərinizlə daşınaraq, həvəsinizdə müəyyən həssaslıqları incitməməyə diqqət etməlisiniz. Başqalarının hisslərini nəzərə alın. Evli olanlar. Heç bir sualda hərəkətsiz qalmaq olmaz. Evli və ya cütlükdə səmə sizə eyni qanunu qoyur. Ürəyinizi açmaq və sədaqətə baxışınızı genişləndirmək. Dar, ləzzətsiz hisslər yoxdur. Öz məsuliyyətlərinizi üzərinizə götürmək vaxtıdır. Subaylar. Səmə sizə həyatınızı zənginləşdirmək fürsəti təklif edir. Siz daha çox müstəqillik arzulayırsınız, xüsusən ailə cəbhəsində. Münaqişə yaratmadan fikirlərinizi müdafiə etmək istəyərdiniz. Səmə sizə münasibətlərinizi yaxşı idarə etmək üçün bütün imkanları verməlidir. Pul axışı. Ətrafınızda hər şey inkişaf edir, hər şey dəyişir, yeniliklər gəlir. Maliyyə sahəsi davamlı olaraq böyüyür. Əgər layihələriniz varsa, heç bir maneə, heç bir əngəllə qarşılaşmayacaqsınız. Gözəl bir gələcək haqqında xəyallar qurmağa başlaya bilərsiniz. İş həyatı. İşinizə və maliyyə məsələlərinə diqqət yetirin. Tərəfdaşınız və ya rəhbəriniz daha çox iştirak və ciddilik tələb edir. Bu günü yaxşı dincəlib və aydın ağılla başlayın. Müsbət bir dəyişiklik baş verə bilər. Asudə vaxtı. Ali təhsil, hüquqi dünya və ya xarici ölkələrlə əlaqəli bütün fəaliyyətlər çox üstün tutulur və siz ədalət və barışıqlıq ruhu ilə dolu planetar enerjilərin dəstəyi ilə bundan bacarıqla ən yaxşı şəkildə faydalanmalısınız. Tərəzi bürcü. Sizdən əhəmiyyətli səylər tələb etmək lazımsız olacaq. Əməllərinizi tamamlamağa əmin olmadan atılmayın. Merkurinin təsiri sizi zehni qaçışa təşviq edir. Bu da daxili narahatlığınızı sakitləşdirməyə kömək edir. Əhval-ruhiyyə. Artmaqda olan optimizminizi heç nə dayandıra bilməyəcək. Tənqidçiləri bir təbəssümlə susturmaq asan olacaq. Hər hansı bir maneəni kənara süpürmək üçün və özünüz üçün müəyyən etdiyiniz istiqamətdə getmək üçün lazımı enerjiyə sahib olacaqsınız.
Beləliklə, özünüzə uyğun gördüyünüz kimi hərəkət edin. Sevgi həyatı. İmkanlar və şanslar yarana bilər, amma siz ehtiyatlı qalmalı və düşünmədən xərcləməyə atılmamalısınız. Əsassız cazibələrə boyun əyməyin. Bəlkə də şansınızı dəyişib bir neçə lələyinizi itirə bilərsiniz. Evli olanlar. Tərəfdaşınızı sözlər və ya hərəkətlər selinə qərq etməyə ərəfəsindəsiniz. Aya çox şey verməyə çalışmayın. O biraz həyəcanlıdır. Tərəfdaşınız nəticədə heç nə başa düşməyəcək, ya sizə yetişə bilməyəcək və ya yolda təslim olacaq. Subaylar. Siz məqsədlər qoyursunuz və onlara çata bilərsiniz. Bir neçə şərtlə plan hazırlayın və özünüzdən çox şey tələb etməyin. Ay təsirləri çoxdur. Onlar sizi yüngül bir həddindən artıqlığa doğru apara bilər. Nəzarət etmədiklərinizdə daxil olmaqla bütün təsirləri ölçün. Pul axışı. Gələcəyiniz üçün əhəmiyyətli hadisələr, xüsusilə maliyyə sahəsində qərar qəbul etməyi ihatə edir. Bütün qrup fəaliyyətləri təşviq olunur. Hətta öz rolunuzu və ətrafınızdakılarla necə əlaqə qurduğunuzu sorğulasanız belə. İş həyatı. Əgər sabit işiniz varsa, indi dəyərinizi sübut etmək və daha yaxşı bir mövqe əldə etməyə qadir olduğunuzu nümayiş etdirmək vaxtıdır. Bacarıqlarınızı nümayiş etdirmək və yüksəliş tələb etmək üçün lazımı imkanlara sahibsiniz. Asudə vaxtı. Siz enerji ilə dolusunuz və öz təlaşsız təbiətinizin həzzini almaq, hərəkəti sürətləndirmək və nailiyyətlər əldə etmək üçün obsessiyalarınızı unudursunuz. Sevgi və ya işdə, uğur və ya sevgi qazanmaq üçün olimpik formanızı arxalanın. Əqrəb bürcü. Ətrafınız sizi həddən artıq itələyir. İnciyib danışmamaq etməyin, əhəmiyyətsiz detalları sürüşdürün. Vəziyyəti fərqli bir bucaqdan yenidən nəzərdən keçirin. Enerjilərinizi bloklayan bəzi vərdişlərinizi sorğulamaqdan çəkinməyin. Əhval-ruhiyyə. Hər tərəfin mərcini tam başa düşmək üçün ümumi baxış zəruridir. Strategiya hissiniz ətrafınızdakı yaxşı niyyətdən və hökm sürən dinamik mühitdən necə istifadə edəcəyinizi biləcək. Vəziyyətdən həddən artıq istifadə etməyin. Sevgi həyatı. Yüksək kosmik təzyiq altında sevgi günü. Əhəmiyyətli mərclər və qərarlar. Gələcəyinizi təsəvvür etmək üçün yeni bir yol müəyyən etmək vaxtı gələ bilər. Siz əldə etmək istədiyiniz xüsusi və iddialı məqsədlərə sahibsiz. Pul axışı. Bilik və bacarıqlarınız sizə biraz pul gətirməlidir. Demək olar ki, mükəmməl mənimsəmə və qüsursuz idarə etməklə hesablarınız tarazlaşır. Potensial maliyyə çətinliklərindən qorunmaqla ulduzlar sizi dəstəkləyir və maliyyənizi qoruyur. İş həyatı. Bugün heç nə sizi dayandırmaq bilməz və siz direkt uğura doğru hücum edirsiniz. Yaradıcılığınız sizə şən momentlər təmin edir. İşdə əgər hər hansı bir ziddiyyət olsaydı, dialoqu bərpa etmək və havanı təmizləmək sizin üçün tam mənfəətdir. Asudə vaxtı. Ətrafınızda baş verən hər şeyi müşahidə edərək hər kəsi yaxşı tanıyırsınız. Siz ən kiçik dəyişikliyə belə diqqətli olan insanlardansınız. Beləliklə, həmkarlarınız və ya əməkdaşlarınızla keyfiyyətli bir münasibət qurursunuz. Oxatan bürcü. Siz diqqəti özünüzə cəlb etməkdə və auditoriyanızın diqqətini tutmaqda heç bir çətinlik çəkməyəcəksiniz. Əgər bugün özünüzü təcrid etsəniz, özünüzü məmnuniyyətlərdən məhrum edərsiniz. Sizə qarşılıqlı əlaqə lazımdır. Bu barədə düşünün. Əhval-ruhiyyə. Sizə bir məqsəd, bir ideal və ya heç olmasa həqiqi bir layihə lazımdır. Sevimlilərinizə etibar edin ki, həvəsinizi qidalandırsın və komanda fəaliyyətlərinə qoşulmaqdan çəkinməyin. İş, idman və ya asudə vaxt olsun. Sevgi həyatı. Siz əhliləşdirilə bilməz kimi görünürsünüz, amma bütün bunların sadəcə bir fasad, bir qorunma olduğunu başa düşmək üçün sizin necə işlədiyinizi bilmək kifayətdir. Hər kəs kimi sizin də hissləriniz var. Onları göstərsəniz pis olmaz. Evli olanlar. Ulduzlar sizə hisslər baxımından təkan verir. Sizə təklif olunan fürsətləri tutmalı olacaqsınız.
Tərəfdaşınız nəhayət birlikdə sahib olduğunuz uzunmüddətli bir layihəni tamamlamaq üçün rəhbərliyi ələ alır. Subaylar, siz naməluma doğru yola çıxmağa qərar verəcəksiniz və bu daha yaxşıdır. Salam, yenilik. Görüşlər bol olacaq. Sadəcə düzgün seçimlər etmək lazımdır. Əgər davamlı bir münasibət axtarırsınızsa, səhv etməyin. Pul axışı. Digərləri qədər motivasiya olmadığınız üçün maliyyə həyatınız hazırda biraz çətinlik çəkir. Ətrafınızdakı təşkilatsızlıq sizi mənfi təsir etdikdə ayaqda durmaq asan deyil. Bunun keçməsini gözləyin. İş həyatı. Əgər hər nə bahasına olursa olsun azad olmağı axtarırsınızsa, özünüzü kənarda tapmaq riski daşıyırsınız. Həddindən artıq vəziyyətlərdən çəkinin. Planlarınızı irəli aparmaq üçün təşəbbüsləri çoxaldın. Cəsarətli fikirləriniz rezonans yaradır və siz kollektiv işdə iştirak edirsiniz. Asudə vaxtı. İşlərinizi təşkil edin və həyat tərzinizə məşq edərək diqqət yetirin. Ciddi problemlərdən yayınacaqsınız. Müvəqqəti məsələlərə həddindən artıq diqqət yetirməyin. Onlar gələn günlərdə təbii olaraq öz həllini tapacaq. Oğlaq bürcü. Gələcəyiniz üçün vacib suallara cavab tapmaq üçün istedadlarınızı səfərbər edəcəksiniz. Ailənizə bir izahat vermək, onları məlumatlandırmaq, planlarınızı müzakirə etmək və onların dəstəyini qazanmaq üçün xoş qarşılanardı. Əhval-ruhiyyəsi. Özünüzü daha az stresli hiss edirsiniz və başqaları üçün daha əlçatansınız. Bu, sevdiklərinizlə yaxşı anlar keçirmək vaxtıdır. Xoş xəbər, ətrafınız sizi olduğunuz kimi və sevdikləri kimi tapır. Sevgi həyatı. Biraz sərt. Bugün hətta səmə temperamentləri yumuşaldır və xəyallara geniş məkanlara, sevginin sərbəst və ehtirasla ifa olunduğu geniş məkanlara qaçmağa imkan versə də. Gündəlik həyatda bu yaxşı fikirləri peşəkar həyatınıza inteqrasiya etmək qalır. Evli olanlar. Yaxşı niyyətlərlə dolu hərisliyiniz, buna baxmayaraq müəyyən detalları laqeyd qoysanız sizə zərər verə bilər. Tərəfdaşınızın arzuları və gözləntilərinə diqqətli olun. Əgər gələcəyə tək başınıza yönəlsəniz, digəri mütləq sizi izləməyə bilər. Subaylar. Sevgiyi daha ciddi nəzərdən keçirməlisiniz. Qərarlar qəbul etmək üçün vaxtınız var. Bir münasibətə çox tez girərsinizsə, problemlərdən yayınacaqsınız. Əgər heç kimi incitmirsinizsə, heç kim də sizi incitməyəcək. Pul axını. Bugün maliyyənizlə bağlı müəyyən qərarlar qəbul etmək üçün əhəmiyyətli dərəcədə daha sakit, zen olacaqsınız. Bu xoş xəbərdir. Çünki gələcək layihələrinizdə aydınlıq qazanacaqsınız. Düzgün suallar sizə öz-özünə gəlir. İş həyatı. Səmə, həddindən artıq rutin olan vərdişlərinizdə sizi biraz tərpədir. Daha dinamik bir mühitdə inkişaf etməyi gözləyin. Bəzən qıжğın mübadilələrdən, həyəcanlı fəaliyyətdən və gözlənilmədən görüşlərdən ibarət. Həm də layihələrinizin irəliləyişində bəzi müqavimətlər. Asudə vaxtı. Bəzi heyratamiz nailiyyətlər və optimist temperamentiniz sayəsində ad çıxarırsınız. Çəkinməyəcəksiniz və xəyallarınızı sona çatdırmağa hazırsınızsa, müəyyən vəziyyətləri öz xeyrinizə çevirməyə qadir olacaqsınız. Oğlaq bürcü. Gələcəyiniz üçün vacib suallara cavab tapmaq üçün istedadlarınızı səfərbər edəcəksiniz. Ailənizə bir izahat vermək, onları məlumatlandırmaq, planlarınızı müzakirə etmək və onların dəstəyini qazanmaq üçün xoş qarşılanardı. Əhval-ruhiyyəsi. Özünüzü daha az stresli hiss edirsiniz və başqaları üçün daha əlçatansınız. Bu, sevdiklərinizlə yaxşı anlar keçirmək vaxtıdır. Xoş xəbər, ətrafınız sizi olduğunuz kimi və sevdikləri kimi tapır. Sevgi həyatı. Biraz sərt. Bugün hətta səmə temperamentləri yumuşaldır və xəyallara geniş məkanlara, sevginin sərbəst və ehtirasla ifa olunduğu geniş məkanlara qaçmağa imkan versə də.
Gündəlik həyatda bu yaxşı fikirləri peşəkar həyatınıza inteqrasiya etmək qalır. Evli olanlar. Yaxşı niyyətlərlə dolu hərisliyiniz, buna baxmayaraq müəyyən detalları laqeyd qoysanız sizə zərər verə bilər. Tərəfdaşınızın arzuları və gözləntilərinə diqqətli olun. Əgər gələcəyə tək başınıza yönəlsəniz, digəri mütləq sizi izləməyə bilər. Subaylar. Sevgiyi daha ciddi nəzərdən keçirməlisiniz. Qərarlar qəbul etmək üçün vaxtınız var. Bir münasibətə çox tez girərsinizsə, problemlərdən yayınacaqsınız. Əgər heç kimi incitmirsinizsə, heç kim də sizi incitməyəcək. Pul axını. Bugün maliyyənizlə bağlı müəyyən qərarlar qəbul etmək üçün əhəmiyyətli dərəcədə daha sakit, zen olacaqsınız. Bu xoş xəbərdir. Çünki gələcək layihələrinizdə aydınlıq qazanacaqsınız. Düzgün suallar sizə öz-özünə gəlir. İş həyatı. Səmə, həddindən artıq rutin olan vərdişlərinizdə sizi biraz tərpədir. Daha dinamik bir mühitdə inkişaf etməyi gözləyin. Bəzən qıжğın mübadilələrdən, həyəcanlı fəaliyyətdən və gözlənilmədən görüşlərdən ibarət. Həm də layihələrinizin irəliləyişində bəzi müqavimətlər. Asudə vaxtı. Bəzi heyratamiz nailiyyətlər və optimist temperamentiniz sayəsində ad çıxarırsınız. Çəkinməyəcəksiniz və xəyallarınızı sona çatdırmağa hazırsınızsa, müəyyən vəziyyətləri öz xeyrinizə çevirməyə qadir olacaqsınız. Balıqlar bürcü. Başqalarının nə deyəcəyi ilə az qala maraqlanmırsınız. Cəsarətə təkan verən heç nə sizi dayandıra bilmir. Enerjilərinizin dağılması sizə səmərəsizlik olduğuna inandıra bilər. Sadəcə gündəlik həyatınızdan bir anlıq uzaqlaşmağa ehtiyacınız var. Əhval-ruhiyyə. Bir təbəssümünüz var. Yaxşı əhvalınız yoluxucudur və ətrafınızda xoş bir mühit yaradırsınız. Bugün özünüzü qiymətli hiss edəcəksiniz və bu hiss sizə xoş gələcək. Öz yerinizi uyğunluq içində tapacaqsınız. Daha nə istəyə bilərsiniz ki? Sevgi həyatı. Səmanın təsiri sizi həm fiziki, həm mənəvi səviyyədə, həm də şəxsi təşəbbüslərinizdə enerjiləndirir. Tərəfdaşınızla səyahət imkanları yəqin ki, gündəlikdədir. Bugün sizi şirtənləyəcək. Evli olanlar. Cütlüyünüz həqiqətən üstünlük verilir. Ürəyinizə yaxın olan bir daşınmaz əmlaki layihəsi ilə irəliləmək, xaricdə və ya günəşin altında bir bina tikintisi, beləliklə idillik bir səmanın lütfü altında özünüzü tapa biləcəyiniz fürsətiniz olacaq. Yaşayış şəraitiniz işıqlandırılır və işlər yaxşı gedir. Subaylar. Yaxşı təsirlər sizə daha böyük məşhuriyyət, həm də qəlbinizin seçilmişi ilə tanış olmaq imkanı gətirə bilər. Əlavə, hər ikiniz arzulara əsasında tarazlığa əsaslanan yeni doğunuzun təməllərini həvəslə qura bilərsiniz. Güclü başlanğıcdır. Pul axışı. Bəzi çətinliklər yaşadıqdan sonra bəlkə də ən dərin arzularınızla tam əlaqədə ola bilərsiniz və arzularınızın maliyyə həyatını qurmaq üçün sadə bir bələdçi yazmaq istəyə bilərsiniz. Onu yazmaq sizə ruh verəcək və nəticədə köməyinizi axtaracaq başqalarına da ilham ola bilər. İş həyatı. Peşəkar layihələri təqdim etmək, ümumi danışmaq və ya sevdiklərinizlə vacib mövzular haqqında danışmaq üçün yaxşı gündür. Yaxşı xəbərlər alırsınız və ya sizə sevinç gətirəcək bir zəngə cavab verirsiniz. Asudə vaxtı. Səma sizi təşəbbüskar, idealist və ayaqlarınızı yerə basmağa məcbur edir. Bu iqlim böyük nailiyyətlərin əlamətidir. Xarici işlər, təhsil, hüquq və siyasət sahələri astroloji vəziyyət tərəfindən üstünlük təşkil edir.